Tamaşaçılarımız, elə Qarabağımızdan, Şərqi Zəngəzurumuzdan söz düşmüşkən, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bugün səhər bir qrup keçmiş məcburi köçkün Ağdam şəhərinə yola salınıb. Ağdam şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 92 ailə olmaqla 332 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Dünən bəli qonağımız olmuşdu. Qonağımız bizə doğma Qarabağımızda, tarixi yurt yerimizdə görülən yenidən qurma işləri ilə bağlı məlumat vermişdi və qeyd elədi ki, indiyə qədər bax bu konsepsiya çərçivəsində, qayıdış proqramı çərçivəsində 83 minə yaxın keçmiş məcburi köçkün öz yurt yuvalarına qayıdıblar. Orada görülən işlərdən danışdı və möhtəşəm daha layihələr var. Hansı ki, bax Qarabağımız, Şərqi Zəngəzurumuz yenidən qurulur. Bundan əlavə dedi ki, hələ köç intensiv şəkildə davam eləyəcək. 5 illik mərhələ sona çatdı. Bundan sonra yeni dövlət başçısının yeni sərəncamına görə, fərmanına görə daha 5 ildə 2036-cı ilə qədər də yeni layihələr həyata keçiriləcək. Yenə də tikinti işləri davam etdiriləcək və köç intensiv hal alacaq. Ağdama gedən, neçə ildən sonra öz torpaqlarına qovuşan bizim vətəndaşlarımızı onlara göz aydınlığı veririk. Deyirik ki, öz tarixi evinizdə, eşiyinizdə, ata-baba yurdunuzda könül xoşluğuyla yaşayasınız.